Sözler Şair Ağacan Borsalınındır. Oxuyur Aşıq Şamandar Qayabaşlı. Təqdim edir Səməd Firzoğlu. Gənc aşığa uğurlar arzulayır. Bəli əzizlərim, Ağacanın bir şeirin qulluğunuza çatdırıram. Son nəfəsində, axır günlərində bu şeiri yazır, həyat yoldaşına belə vəsiyyət edir ki, vətənə qayıdan günü məni də apararsan. Əgər ölsəm də, sümüklərimi də olsa, mənim sümüklərimi vətəndə aparıb bastırarsan. Sibridə ölür 1951-ci ildə. Səməd əminin deyişinə görə çox maraqlı bir dastanı olur. Bunun hayat yoldaşı onun ölümündən 2 il sonra vətən eşqinə düşür, vətənə qeydir. Ancaq ki, gecənin birində bunun sümüklərini qəbirdən çıxardıb bir çəmədanda gətirir. Dastanı çoxdur, öz vətənində 2 il çəmədanda bu sümüklər qalır. Ancaq ki, bu sirri birini aça bilmir. Bir oğlu olur Ənvər adında, o da ölür. Onunla baham atası Ağacanı sümüyün bastırır. Şer belə olur, köçürəm dünyadan dost olanları. Oxudun üstümdə Quran gedirəm. Fitnə şər olmadım, könül yıxmadım, götürüb axirata iman gedirəm. Sinəmin dəftəri varaq-varaqdır, ayrılıq cismimi yandırdı, yaxdı. Cənnətəm, cəhənnəm hərasət haqdır, orada da ədalət divan gedirəm. Qurbanam mərd oğlum mərdinə, yaralar sızıldar sinəmdə yenə. Ağacanın pinhan olan dərdinə, olmadı fələkdən dərman gedirəm. Sağlığınız olsun. Çox sağ ol Aşıq Şamandar. Şairə də Allah rəhmət eləsin.